Dəyərli Aftab kanalı izləyiciləri, hər bizi xoş görmüşük. Bugünkü videoda sizə Vito avtomobili təqdim etmək istəyirəm. Birinci Vito isə belədir, sürətli qutusu mexanikadır, yürüş neçədir? 331 min də yürüşdür. Sərnişin daşınma üçün deyil, yük daşınma üçündür. Məlumat verək, motor neçədir? 2.2 dizel 646 motor, 111. İli? 2007. İli 2007. Kondisioneri var. İşte vəslədə kondisioner. Təzə gəlib Bakıda sürüb. Neçə ay sizə? 2 ay olmadı. 2 ay sizə. Motoru falan yağ yemiş? Yox, heç bir problem yox. Çünki necə vəslədə? Avtopilotuna qədər var, bir şey var. Avtopilotuna qədər həyatdakı var. Əlaqə nömrəsini deyərsiniz? 055 625 0055. 0055. Maşının dəyişən detalları, vurğular olub? Yox, yüngül kosmetik işi var, onu da özümüzə. Yüngül kosmetik işi var, onu da cəhət. Klasikası olub, özümüzə var. Ben de götürək. Tərs təkərlərdə al. Daşımaq üçün rahat istifadə edə bilərsiniz. Qiyməti neçədir? Son olmuş, 18 bin son. Bugünkü gündə heç bir tərcih yoxdur. Heç bir tərcih yoxdur. Bu Vito sizin üçündür. Sürətli qutusu mexanikadır. 570 mində yürüşdür. Məlumat verə bilərik. İl neçədir? 2008. İli 2008-dir. Motor? Motor 2.2 CDI 646 111. 2.2 CDI 646 115 motor. Korobkasının problemi yoxdur ki? Xeyr, heç bir problem. Kondisioner işləv vəsdə. Hər şey işləyir. Və harısı yox atrafı. Ev ayaqlılar da qoyulub. Qırmızı keçən salonu var. Ətrafın məlumat verirdi. İzləyəcəyimiz ətrafın məlumat. Maşın sizindir, yəni nə deyək Maşın başlayalım. hazır kreditdədir. İl neçədir? İl 2008. 2008. 2.2 646 115 motor. 7 plus 1. Gələcək salonu var. Dəyişən detalları olub. Maşının qırmızıları olub. 4 dənə təzə gələr bu maşını. Bu avtomobilin qabasası. Qiymət necə verirsiniz? Qiymət. Hazır kreditdədir 10.550 istəyir. Onu çayına 1.900. Hazır kreditdədir 10.900 istəyir sahibi. Kreditdədir o da ödəyəcəkdir. Əlaqə nömrəsini deyərsiniz. 075 878 79 50. 79 50. Motoru yanına bilir misiniz? Bugünkü heç bir tərcih yoxdur, 30 maşın. Bir Vito göstərir sizə. Sürətli qutusu mexanikadır. 284 mində yürüşdür. Məlumat verək də. İl neçədir? 2010. 2010? Bəli. Aha. Motor? 2-2. 2 CDI. Salonu belədir. 8 plus 1 də. Bəli. Kondisioner işləv vəzdədir. Bəli. Kondisioner. Bəli, bəli. Belə bir monitor qoyulub. Vuruq da olub, dəyişən Xeyr, detal. xeyr. Sadəcə rəhlətdirmişik, gündən bozarmış deyə. Aha. Əlaqə nömrəsini deyərsiniz? 051 570 03 19. 0319. Motoru falan yağ yeyə bilən Heç bir şey. heç problem yoxdur. Sürətlə qutuda atıb edən. Xeyr, xeyr. Alt tutar. Maşının təzə təkərləri var.
Qiymətini neçə deyirsiniz? 22 minə. Qiyməti 22 minə sahibi deyil. Razılaşma var son. Razılaşma. Razılaşma da var. Bir üç gün heç bir fərq yoxdur. Bəli olsun. Növbəti bir Vito göstərim sizə. Bunu da sürətlə bütün mexanikadır. Bunda da 284 min yürüşdür. Mənim səhibləri sən. İl neçədir? 2009. Motoru neçədir? 646 22. Silərdir. Salonu, dəri salondur. Başqa nə danışmıyorsun başına? Neçə ay sizdədir? Bir ildir, bir ildir. Bir illi sizdədir. Bir ildir məndədir. Aha. Bura udarı vurubu yoxdur. Təmiz Germaniyadan gəlmə maşındır. Yəni özüm gətirmişəm. Orijinal probegidir. 2009-cu il 646 motor, 2.2 sidr. Kondisioner işlə vəzdədir. Qoşa kondisionerdir, ikisi də işlək vəziyyətdədir. Yəni buz kimi vurur. Heç problem yoxdur ki? Heç bir problemi yox. Alınan xərciniz nə olur? Alandan xörcüm motor yağını döyüşmüşəm. Yəni yeyib eləmiş motor yəni. Qırram yaxşı. Təkərlər təzədir, düzdür? Yox, arxa təkərlər zəifdir, qabaq təkərlər yaxşı. Əlaqə nömrəsini deyərsiniz? 55 055 804 804 35 04 3504. Aha. Qiyməti 26500. 26500 deyir sahibi. Razılaşma olar da. Çıxmaqda olar. Qabaq təkərlər təzədir. Sizə dəyişən detallar olmuyor da. Vurubu da. Udar söhbəti yoxdur. Burada da geçen ışık yanıyor. Salonda komfort. Dəri salon. Qiyməti də 26 min razılaşma olar. 26500 razılaşma. Aha. Harada baxa bilərlər? Masazırda. Maşına masasına da baxa bilərsiniz. Növbəti bir Vito göstərir sizə. Bunun sürətlə qutusu avtomatdır və bir də monitor quraşı var. Yürüyüş neçədir? 111 motordur da. Yürüyüş göstərmir yəni ekran. Aha, yürüyüş göstərir. 111 motordur. 2-2'si də. 2-2 ilə. Yığılma deyil də sərnişin planı. Sərnişin, zavoddan sərnişin. Məlumat verərik. 7 plus 1'dir də. 8 Neçə nəfərli sizdə? idi. Neçə siz? 3 il. 3 il sizdədir. Heç bir xərci qoymuyorsunuz. Yox, salamat hamısı yoxlanılıb. Özümüz üçün Sədrəyə bazarında işləyirik. Yəni evə işə yiyib gəldik ancaq. Motora falan yağ yemiş. Heç bir şey. Dəyişim Sədər motor detal yağı olub. yemir. Dəyişin detal olub. Yox. Yox. Vuruq darma olmayıb. Vuruq indi neçə 2005-in maşınıdır. Vuruq deyəndə elə belə vurulub da, hamısı öz detalıdır. Aha. Yəni dəyişilən detal zad olmuyor. Əlaqə nömrəsini deyərsiniz? 050 736 70 77. 70-77. Sürüyü pası var maşına. Sürüyü pası. Yox, hamısı təmizlənir. Sürüyü pası yoxdur. Ya. Hamısı təmizlənir. Yerinə kimi təmizlənir, hamısı böyrür, hamısı da yağdır, hamısı yağlanır. Aha. 4 tane test tekerler de var maşın altında. Bu ise avtomobilin kabak sesi. Qiyməti deyərik. Qiyməti nağdan alsa 23 minə. Nağd 23 min. Kredit de var da. Deyir ki, özləri kreditləşdirə bilərsə bir şey deyirlər, bank yolu ilə. Karşına işlə vəzirlər də. Hə. Dostlar, növbəti bir Vito sərnişin daşınma üçün sürətlə qutusu mexanikadır. 242 mində yürüşdür. Kondisioner işlə vəzirlədir. Kondisioner. Kondisioner işləyir. Kondisioner də işləyir. Salonu belədir. Qabaq salonu isə dəri salonu. Məlumat evləri. İli 2008. İli 2008 motor. 646 111. Dizeldir. Dizel. Bəli, dizel. Ha, dizel. 2 motor. 2 motor. Bunların sərfiyyəti necədir?
Yaxşıdır da, litraj olaraq. Aha. 100'ə 10 litrə, 9-10 litrə. 10 litre. Yəni sərfəlidir də. Bəli, səhv. 4 dənə təzə stəkanları var düzdür. Qayısın işlər və istədir. Bu isə salonudur. Dəyişən detallar olmuyor ki. Dəyişən detallar da olmuyor. Quruq da bəs. Əla bilməsin deyəsiz. 5 426 36 96. Qiymət 25 yarım. Dalaşma var. 25 yarım qiyməti var. Harada baxa bilərlər? Stansiya. Başqanında bilərlər. Növbəti bir Vito sərnişin daşımaq üçün. Sürətlər qutusu mexanikadır. Yürüyüş neçədir? 427 min. 427 min yürüyüşdür. Orijinaldır. Orijinal yürüyüşdür. Məlumat verə bilərik. İl neçədir? 2007-dir. İl Yığılıb 2007. 2012 modeli. 2012-yə yığılıb. 646 115 motordur. Yəni dizel. Ekstra longdur. Ekstra long. Qoşa kondisionerdir. Zavod sərnişindir. Yəni yükdən yığılma deyil. Bütün göstəricilər, Vita'ya aid olan bütün göstəricilər hamısı ən yuxarısıdır. Gürcükənə heç bir xərc yox. Yox, 30 sürtür. Sərfiyyədə də yaxşıdır da. Güzel. Təşərlər ortadır. Ortada. Təşərlər ortadır. Ətraflı yenə də maşın göstərir sizə. Asansız daxil olmadı var. Bu da arkasız. Maşın neçəli sizə? 5 il 2020-də gəlibdir. Yəni alınan xərci olur motoru. Yox, motoru, bulan motoru. 646 Sürətlə qutuda 60 da. 6 pilləli. Yanı belə. İdeal vəziyyətdə motor taraflar, hızla hamısı ideal. Əlaqə nömrəsini deyəsiniz? 070 260 0050. 0050. Qiyməti deyəsiniz? 27 yarımadır. 27 yarıma sahibi qiymətini deyir. Qiymətdə də razılaşma olacaq. Olan. Harada baxa bilərlər? Sonra Maşına sürət Vito. Ha? Yox, sizlə deyil. Sürətlər qutusu mexanikadır. Yürüyüş neçədir? Yürüyüş. Yürüyüşü. 2011. İli 2011'dir. 2010. 210. 2010. 2010'dur. Ha. 111 446. 111 446 motor. Pioner quraşdırılıb. Arxa hissəsi də belədir. Yürüyüş neçədir? Probegi. Probeg. Oradadır, aç günü. Gel. Açarsın yoxdur. Yürüyüşü 471 min. Mexanikadır. 471 min yürüyüşdür. Ətrafı məlumat verə bilərik. Dizel motorudur. Dəyişən detallar olub, vuruğu da olmuyor. Birinci günə nə xərci var? 3 tane yukarı. 30 maşında. 30 tur. Aha. Neçə il sizdədir? Neçə il sizdədir? Çevir değil ha. Neçə il sizdədir? 3 yıl. 3 il sizdədir. Yalandan belə xərciniz olmuyor ki? Aha. Qiyməti deyərsiniz? Milleti 24 bin yarım. 24 min yarımdır. Razılaşmalar olar. Bir də əlaqə nömrəsini deyərsiniz? Əlaqə nömrəsi. 070 070 374 374 79 55. 79 55. Barter deylemen olur. Nə demək? Barter deylemen olur. Ha, barterdə var. Hansı maşınla? Niva ile. Niva ilə. Araba. Niva maraqlı sahibinə. Kimlə Niva varsa. Təzələr var maşın altında. Bu da arkasız.
2008 kondisionerlə birbaşa Almandan gəlib, Ham şəhərindən. Neçə sizə? Altına nə qum, nə də rəng vurulub. Qiyməti nə 19.500 manata deyilir, razılaşma yolu var. Kredit yolu da ki 10.000 qabaqcadan 15 ay 1000 manatdan. 368.000 orijinal probekdir. Sürətlə qutusu mexanikadır. Mexanikadır. Problem yoxdur ki, motorunda. Problemi heç bir problemi yoxdur. Kondisioneri də var. Yəni hər bir şey yerində. Vuru udarlıq maşında. Yox, udar Dəyişən yoxdur. detal. Yox, dəyişilən detal da olmayıb. Birbaşa Almandan gəlib satışa. Bakıda heç sürülməyib. Fevralın 8-i də Azərbaycana girib sənəd alınıb. Yəni kim istəyirsə, yəni əlaqə nömrəsi deyə bilərəm. Əlaqə nömrəsi 055 230 65 50. Maşın yerləşir şu alanda. Kim istəsə gəlib baxa bilər. Kim istəsə gəlib maşına baxa bilər. Yük daşıma avtomobilidir. Belə də ki, yəni vuru udar, kaskıda. Sərnişin də eləmək yox. Sərnişin də eləmək olur. Növbəti bir yük daşıma avtomobili, Vito. Sürətlə qutusu mexanikadır, yürüyüş neçədir? Hə? Yürüyüş. Yürüyüş. $474. Kim- Kaç verərik? 2013. 2013 deyilir. 20.300'e. 20.300'ə. Razılaşma var. Razılaşma var. Bəli? Razılaşma var qiymətli. Bəli. Konsen işdə vəslədir. Hamısı təzə təkərlər, 4 akümatör təzə, təkərlər Akümatör təzə, monitor, yağı dəyişilib. Motor neçədir? Motor 2.2 dizel. 2 dizel. Çəkdə qıratın. Bunların hamısı dizeldir də. Bəli. Əlaqə nömrəsini deyəsiniz. 050 323 75 68. 75-68 əlaqə nömrəsidir. Bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Dedik ki, yük daşıma avtomobilidir. 4 dənə tez təkərlər var altında. Dəyişin detalı olmalıdır. Say sizə. 2 aydır. 2 aydır sizə. Alman xərciz olmuş. Yox, heç bir xərc yox. Heç Güzel bəslədir bir. gəl vəziyyətdə. 4 təkər, akümatör təzə, yağı dəyişilib, monitor qoyulub, yüksək səviyyədə. Əlaqə nömrəsi yazdım. Deriz də. 323 75 68 050 ilə. 39 milyon yürüyüşlə sizə növbəti bir video göstərim. Sürətlər qutusu avtomatdır. Bu da sərnişin daşıma üçündür. Sərgi vəzifədir. Sağ olun. Konsen işlə vəzifədir. Her şey işləyir, işləmir şey yox. İşləmə şey yoxdur. Motorunun korobkasının problemi var. Heç bir problem. Dizeldə. Keçisi. YouTube-a qoyur, internetə, pulsuz. Aha. Ətrafı məlumat verəsiniz. Necə? Ətrafı məlumat. İli 2007-dir. 2007-dir. 2 sidaydı motor. Hər şey işləkdir. Sideniya qızdırılar, Qoşu kondisioneri var, kondisioneri var. Hər şey işləkdir. Orijinal Viyana, dayan çevrilmə deyil. Ev ayaqlar da var, ayaq altlar. 339 minə yürüyüşdür. Problem yoxdur ki maşının birinci günü. Sürü pası olub. Yox, heç nə yox. Kondisioner işlə vəzifədir. Qiyməti neçə deyirsiniz? Biraz çörünə çəkək. Əlaqə nömrəsini deyəsiniz birinci. Sonu 25 min satdım ama. Sonu 25 min. En son. 051 051 722 722 1066. Bu nömrə ilə əlaqə saxlayın. Qiyməti sonu 25 mindir. Yəni də 100 manat keçmə olar yoxsa? Yox, 100 manat keçmə olmaz. Sərgiyə bəslədir biraz sizin nəsə. 4 dənə tez təkərlər var, düzdür? İşəlim. Maşına harada baxa bilərlər? Qəbrədə. Maşına Qəbrədə baxa bilərsiniz. Bir sərnişin daşımaq üçün Vito
Sürətlər qutusu mexanikadır, 272 mində yürüşdür. Salonu səliqəli vəziyyətdədir. Kondisioner işləmə vəziyyətdədir. Kondisioner. Kondisioner işləyir. İl neçədir? 2009. İli 2009'dur. Motor Motor 646 115. 115. Aha. Maşının məlumat verəsiniz. Neçə il sizdə? Neçə il sizdə? 29 mu? Yox, neçə il sizdə? Neçə il sizdədir? Bir ayda Almanya'da özüm Bir aydır sürücü. sizdə. Xərc olunur ki maşının. Xərci də yoktu, ne vardı? Birinci gün 30 sürdü də düzdür. Ha, 4 dənə test təkərlər var maşın altında. Dəyişən detallar olub. yok. Komiserlerin radyatörünü təzələmişlər. Bilməsin deyəsən. Novalli 5105 əlaqə nömrəsidir. Ətraflı da salonunu göstərək. Qiymət 29. Sondur. Qalaşar. Növbəti bir Vito, amma bu yük daşıma üçündür. Sürətlər qutusu avtomatdır. Yürüyüşü də 310 mindir. Məlumat təbliği ətraflı. 2010'da 646 motordu. 111. Heç bir problem yoxdur. Neçə sizdədir? Təzə gəlir. Burada sürülmür. Burada sürülmür. Yəni bugünkü gün heç bir xərci yoxdur, 30 Heç bir maşın. xərci yoxdur. Yağ var. Kondisioner bütün işləmə rasxod- istədi. Kondisioner işləyir. Bütün rasxodları ödənmir. Hamısı multir oldu. Viano işləyir. Motoruna korkasının problemi Heç yoxdur. bir problem yox. Əlaqə nömrəsini deyərsiniz. 050 625 28 27. 28-27 əlaqə nömrəsidir. Qiyməti də Qiymət də 21700. 21700. Bunları dəyişintisi olub. Xeyr. Olub. Vuruqlar bəs. Yoxdur, xeyr. Vuruqlarda yoxdur. Pasın sürüyü heç nəyə yox. Basit sürüyü də yoxdur. İcra məsələ. Burası da belədir. Maşın əlaqə nömrəsini əlaqə saxlaya bilər. 4 dənə test təkərləri də var maşının altında. Növbəti bir Vito 462 min olan yürüyüşlə sürətlər qutusu avtomatdır. Bu isə salondur. Məlumat verə bilərik ətraflı məlumat maşın haqqında. Zavod sərnişindir. Hı. Zavod sərnişindir maşın. Təmiz maşındır. Ailə maşını olub. Azərbaycanda sürülmür demək olar ki, maşın təmiz maşındır. Alana qiymətində razılaşma olar. Alana da qiymətlər razılaşma olar. Əlaqə nömrəsini deyəsiz birinci. 050 391 26 52 2652. WhatsApp nömrəsi Kondisioner işlə vəziyyətdə. işlək vəziyyətdə. WhatsApp nömrəsi də aktivdir. 070 391 26 52 WhatsApp nömrəsidir. Aha. Sözdən də göstərə tərəfi axırda da qiymətini deyərik. Maşın altında nömrəsi üstündə verilir də. Yox, nömrə verilmir. Maşın əsl
turizmdə işlətmək üçündür. Sərfiyyatı da yaxşıdır da. Sərfiyyatı da yaxşıdır. Çox. Dizel motorda. Bəli. Bir də qiymətini deyərsiniz maşının. 24.800-ə. 24800-ə. Alana indirim olacaq. Alına da endirmə olunacaq. Yəni 462 min yürüşdür. Yəni motor açılıb eləmir. Xeyr. İcra vəsilədir. Bəli. Bugün üçün heç bir Hər xərc şey, eləyə bilər. heç bir xərc eləyə bilər. Dəyişən detallar olub, kırılıb. Xeyr. Sürü pası yoxdur. Heç nə. Heç nə. Tərtəmiz maşallah. Dostlar, növbəti bir Vito göstərim sizə. Sürətlər qutusu mexanikadır. 470 mində yürüşdür. Bu da salonu, sərgiyə vəziyyətləri, dəri salonu. Ətraflı mənzərəli, dizel motorudur. Konser işlə vəziyyətləri, işlə vəziyyətləri. Karpqası atıb eləmir? Yox. İcra vəziyyətləri. Dəyişən detallar olub. Kraskalanıb maşın. Maşın kraskalanıb. Detal da dəyişmir. Şüşəsində çat var, o da qiymətdən çıxacaq. Başqa çürü pası var? Yoxdur. Bugünkü günə nə xərc var? Heç bir otur sür. Bugünkü günə 30 sürdü. Belə bir də monitor quraşdırılır. Aha, başqa? Başqa iş. Əlaqə nömrəsini deyərsiniz? 050 318 12 48. 1248. Bugünkü günə problemsiz maşındır. 30 sürdü, düzdür? Motoru yağı təb. Hamısı təzə dəyişilib, hamısı. Nömrəsiz satılır maşın. Qəşəng nömrəsi də var. Təzəki nömrəsi satılır. 4 dənə təkərlər var dediyim kimi. Qiyməti neçədir? 24 min manat. Qiyməti 24 min manatdır. Razılaşma olur. Razılaşma olur. Razılaşma olur. Əlaqə nömrəsini dediniz də. 050 318 12 48. 1248. İstəyən olsa sahibinin əlaqə saxlaya bilər. Harada baxırsa? Sumqayıt. Sumqayıtda. Maşını Sumqayıtda baxırız. Növbəti bir sərnişin daşımaq üçün avtomobil Vito 310 min yürüşdür. Sürətlər qutusu mexanikadır. Kondisioner işləyir. İşte Kondisioner zavod kondisionerdir. Zavod kondisionerdir. Zavod da sərnişindir. İli neçədir? 2007. İli 2007-dir. 22 646 111. Nə xərci var bugünkü günə? Bugünkü günə heç bir xərc Heç yox. bir xərci yox. 30 sürdü. Hə, 30 sür. Əlaqə nömrəsini deyərsiniz? 050 380 8001. 8001. Maşının dəyişən detallar olub. Detal dəyişməyib. Aha. Detalları hamısı özündədir. Belə əlavə xadava hissəsində olur. Bəs vuruq da olub. Heç bir vuruğu yoxdur. Vuruğu pasdan söhbət gedə bilməz. Yəni bugünkü günə 30 sür maşındır. Motorunda, karabkasında problem yox. Heç bir problem yoxdur. Özümüzdə olan maşındır, zavod sərnişindir. Arxadan şüşələr də açılır deyə. İndi onu çəkib göstərəcəyik. Kondisioner zat hər şey. Kondisioner işləyə vəslədir. Hamısı işləyir. Rahat gəlib turizmdə işləyə bilər. Rahat. 30 sür. Benzindəki, dizildəki yaxşıdır sərfiyyatı. Ha, dizel sərfiyyatı 7-8 işlədir. 7-8 litr işlədir. Problemsiz maşındır. 4 dənə təzə təkərləri var. Qiyməti neçə deyirsiniz? Qiyməti real alıcı olsa 23.800-ə verəcəm. Real alıcı olsa 25-dən aşağı deməmişəm. 23.800. Qiymətdə də aşağı var. 25.000-dən aşağı bu maşın bazarda deməmişəm. 25 min aşağı qiymət azalır. Yəni yenə də endirim olacaq yoxsa sondur? Son qiymət son. Qiymət sondur. Qalan qiymətini dediniz. 120 min olan yürüşlə belə bir növbəti bir Vito'dur. O da qabaqdakı Vito'nun sahibidir. Sürətlər qutusu mexanikadır. Bu yük daşıma avtomobilidir. Kimə nə maraqlı olsun onu da ala bilər. Bunun da məlumatını verərik. Bunu da 2.2 646 Bu da dizeldir. Dizeldir. Bunda da kondisioner işləyir. 2007 zavodskoy kondisioneri var burada. İli 2007. Aha.
Budur, kondisyoner zavod çıxmır. Burada çat var. O da qiymətdən Patrestdə çat var biraz. Belə. Belə yəni motoru, korobkası problemsizdir. Heç bir problem yoxdur, ideal vəziyyətdə. Real alıcıya 17 minə verəcəm. Real alıcı Yəni olsa bazar 17 min. qiymətindən aşağı deyil. Bazar qiymətindən həqiqi aşağıdır. Bayaq 18 min deyirlər. Şu, yəni hər şey deyirik də, çıxart çölünü göstərək. Əlaqə nömrəsini deyəsiniz. Əlaqə nömrəsi də yenə 070 380 8001. 8001. Dörd dənə tez təkər də var bunda. Qiymət? 17 min son. Qiymət 17 min son. Əlaqə nömrəsini deyirsən. Növbəti bir Vito göstərim sizə. Bu da sərnişin daşıma üçündür. Sürətli qutusu mexanikadır. Yürüyüşü də 254 min. Salonu vəziyyəti belədir. Sərgiyə vəziyyətdədir. Sökür falan yoxdur. Kondisioner istəyir? Kondisioner istəyir. 2009-cu il 646. 2009-cu il 646 2 CD. 111. 111 motor. Başqa? Nə danışırız? Şu. Neçə il sizdə? Təzə gəl, 1 ay. Bir ay sizdə təzə gəl. Almaniyadan. Yəni Bakıda sürmür. Yox. Alnı xərcin olub. Yəni yağı dəyişməsi də tez dəyişdi. Hamısı yağı dəyişilib, yəni təkərlər təzədir. Yəni səsləri yaxşıdır da, yəni bir işləməyən bir şey yoxdur. Bugünkü günə heç bir xərci yoxdur. Yox. Otursun maşında. Kondisioner işdə vəziyyətdədir. Əlaqə nömrəsi 070 292 22 23. 22-23. Bəli. Çöldən də göstərək. Burada da qiymətini deyək. Silinkalar təzə yanalar, silinkalardan hamısı qatlanan. Təzə silinkalardan hamısı qatlanmalı. Təzəkərlər var maşında. Qiyməti 25500. 25500 çalışmalar.